Putinin iqamətgahına hücumla bağlı yeni görüntülər ortaya çıxıb. Bu şəhərdən məhz pilotsuz uçuş aparatları vasitəsilə Putinin iqamətgahına hücum təşkil edilib. Konkret bununla bağlı hətta foto faktlar və detalların əks olunduğu xəritə də yayılıb və görək burada nələr və hansı məqamlar xüsusilə qeyd olunur ki, əslində Putinin iqamətgahına hücumun təfərrüatları nələrdən ibarətdir? Gələn xəbərə diqqət edək. Rusiya Müdafiə Nazirliyi dekabrın 28-dən 29-una keçən gecə Ukrayna dronlarının Rusiya prezidenti Vladimir Putinin iqamətgahına hücumunu rəsmi olaraq təsdiqləyib. Rusiya Aerokosmik Qüvvələrinin Zenit Raket Qoşunlarının rəisi general-mayor Aleksandr Romanenkov briefing zamanı bildirib ki, dronlar olduqca aşağı hündürlüklə hərəkət edirmiş və Ukraynanın Sumu və Çernigov bölgələrindən buraxılıblar. Rusiya Aerokosmik Qüvvələrinin radiotexniki bölmələri 28 dekabr 2025-ci il tarixində təxminən saat 19:20-də hava hücumu aşkar edib. Vladimir Putinin iqamətgahına hücum cəhdinin bir neçə istiqamətdən həyata keçirildiyi məlum olub. Ukrayna dronları Smolensk, Tver və Novgorod vilayətləri üzərində uçub. Ümumilikdə 91 pilotsuz uçuş aparatından istifadə olunub. Müdafiə Nazirliyi hava döyüşü zamanı Ukraynaya məxsus bütün pilotsuz uçuş aparatlarının məhv edildiyini vurğulayıb. Rusiya Müdafiə Nazirliyi dronların dəqiq sayını, eləcə də ölkənin müxtəlif bölgələrində onların məhv edildiyi yeri və vaxtını açıqlayıb. Prezident iqamətgahına heç bir ziyan dəyməyib, tələfat və dağıntı olmayıb deyə Rusiya Müdafiə Nazirliyinin yayımladığı məlumatda qeyd olunur.